düzgün qidadan başlayır. Flavonoid faydaları üçün alma qabığını soyma, müntəzəm alma yemək vaxtından əvvəl ölüm riskini azalda bilər. Həftədə 1-2 alma yemək bütün səbəblərdən ölüm riskini 20% aşağı göstərirdi. Gündə bir alma yeyənlərdə isə bu rəqəm 35% aşağı idi. Mən tez-tez ölüm riskinin azalmasından və artmasından danışıram. Bəs bu nə deməkdir? Axı nəticədə hər kəsin ölüm riski 100%-dir, elə deyilmi? Bunu daha aydın görmək üçün sağ qalma qrafikinə baxaq. Minlərlə yaşlı qadın uzun müddət izlənildikdə belə bir qrafik görürük. Hamısı sağ başlayır, amma 15 il ərzində yarıya yaxını vəfat edir. Bu, ildə 20-dən az alma yeyən qadınların qrafikidir. Gündə yarım kiçik alma yeyənlərdə isə qrafik daha yavaş düşür. 15 il ərzində ölənlərin payı təxminən 40%-ə düşür. Gündə bir kiçik alma və ya böyük almanın 1/4-ni yeyənlər isə daha da uzun yaşayır. Niyə belədir? Məsələ gözün alması deyil, damarların almasıdır. Gündə bir almanın bir hissəsini yemək belə əsas damar kalsifikasiyası riskini 24% azaldır. Bu, damar xəstəliyinin göstəricisidir. Əlbəttə, meyvədir, təbii ki, xeyirlidir, deyə bilərsiniz. Amma eyni təsir armud, portağal və ya bananda müşahidə olunmadı. Həm qadınlarda, həm də kişilərdə eyni nəticə görüldü. Alma və soğanın təsiri xüsusilə güclü idi. Çünki bu qidalar flavonoid adlanan fitonutriyentlərlə daha zəngindir. Flavonoidlər damar funksiyasını yaxşılaşdırır, təzyiqi salır və beyin də daxil olmaqla qan dövranını artırır. Bu da ürək xəstəliyi və insult riskini azaldır. Amma bunu bilmək kifayət deyil, test etmək lazımdır. Flavonoidlə zəngin alma ilə bağlı bir araşdırma gördükdə düşündüm ki, yəqin xüsusi yetişdirilmiş bir növdür. Amma yox. Yüksək flavonoidli alma sadəcə qabıqlı alma. Aşağı flavonoidli alma isə eyni almanın qabığı soyulmuş forması idi. Növbəti 3 saat ərzində qan dövranında flavonoid səviyyəsi qabıqlı alma yeyənlərdə kəskin artdı. Qabığı soyulan alma yeyənlərdə isə dəyişmə az oldu. Bu artım damar funksiyasının da əhəmiyyətli şəkildə yaxşılaşması ilə üst-üstə düşdü. Qabıqlı və qabıqsız fərqi. Araşdırma nəticəsi. Alma qəbulunun ürək-damar xəstəliklərini azaltması qabıqda olan yüksək flavonoid konsentrasiyası ilə əlaqəlidir. Bildiyimiz odur ki, alma qabığı xüsusilə faydalıdır. Damar funksiyasını yaxşılaşdırır. Qan təzyiqini aşağı salır. Hətta ispanaqla müqayisədə də maraqlı nəticə var. İnsana bişmiş ispanaqdan 4/3 stəkan versəniz, 2-3 saat ərzində təzyiq düşür. Eyni effekti bir alma və əlavə qabıq ilə də əldə etmək mümkündür. Tədqiqatçılar belə nəticəyə gəlir. Alma və ispanaq demək olar ki, dərhal damar funksiyasını yaxşılaşdırır və təzyiqi salır. Ən gözəl tərəfi, bunlar əlavələr və kapsullar deyil, tam qidalardır. Bu isə onları bütün əhali üçün həm ucuz, həm də praktik edir. Ürək xəstəliklərinin qarşısını almaq üçün daha çox təbii, aşağı qiymətli metodlar da var. Növbəti videolarda danışacağıq. Amma bir şeyi unutmayın, gözlərinizi açıq saxlayın. Amma almaların qabığını soymağa tələsməyin.